Düz 5 il önce o vətənə olan sevgisini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucaldı. Könüllü şəkildə döyüş meydanına atıldı və inandığı kimi yaşayıb, inandığı kimi də arzuladığı məqama çatdı. Növbəti sujetimizdə həm elm yolunu, həm də vətən yolunu şərəflə addımlamış ilahiyyatçı, döyüşçü, şəhid Marif Səfərovun işıqlı ömür yolundan danışacağıq. Marif Səfərov 1997-ci ilin mayında Cəlilabadda doğulub. O, Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialında təhsil alırdı. İlahiyyatçı idi, amma vətən sevgisi onun bütün düşüncələrinin mərkəzində dayanırdı. Atası Mikayıl Səfərov deyir ki, Marif əskərlik illərində Murov dağı ərazisindəki hərbi hissədə xidmət etmişdi. Komandiri general-mayor Polad Həşimov idi. 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən təxribatlar zamanı Polad Həşimovun şəhid olması xəbəri onu çox sarsıtdı. Deyirdi ki, mən də onun yolunu davam etdirəcəm. Bu arzusu 2020-ci ilin sentyabrın 27-sində gerçəkləşdi. Təhsilini yarımçıq qoyub cəbhəyə yollandı. Mənim oğlum nə mənim atasın, nə anasın, nə istəyənlərin yox. O vətənin azadlığın, vətənin özün bizim hamımızdan yüksək tutdu. Və vətən uğrunda da canından keçib. Vətən uğrunda da şəhid olub. Bu günləri mənim oğlumun 5-ci il dönümüdür. Necə şəhid olduğu 2020-ci ildə bu gündə həmin kimi yad olunur. Marif haqq savaşımızın tam 25 günü Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən ən mürəkkəb döyüşlərdə mərdlik göstərdi və o dediyini etdi. 2020-ci il oktyabrın 21-də Qubadlı istiqamətində gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucaldı. Evdə də çox həmişə valideynlərinə sadiq, mehriban bir insan olub. Yəni o bu dünyada yaşasaydı elə şəhid kimi, şəhid məqamında idi. Amma Allahın da seçdiyi bir məqam var, Allah onlar seçilmişlərdir. Son sözündə döyüşlərə gedərkən mənə dedi ki, mən döyüşdəyəm artıq, buradan geri dönüş olmaya da bilər. Ondan sonra, yəni ailəmi sənə mən əmanət eləyirəm. Yəni hər şeyi mən sənə əmanət eləyirəm, sən bax ya da mən vətənimin müdafiəsini deyəm. İndi hər an hər şey ola bilər. Marif Səfərov qısa, amma mənalı ömür sürdü. O, hər zaman 23 yaşında igidlik timsalı kimi yaddaşlarda qalacaq. Marif Mikayıl oğlu Səfərov ölümündən sonra Azərbaycan prezidenti tərəfindən Cəbrayılın azad olunmasına görə, Qubadlının azad olunmasına görə cəsur döyüşçü, vətən uğrunda medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif olunub. Cəlilabad şəhərində yaşadığı küçə onun adına əbədiləşdirilib.